Salam, salam, salam. Necəsən ay fikirçi, nə var, nə yox, vəziyyət necədir? Mən indi oturmuşam otağımda. Yenə sənin üçün hansısa bir qeydim yoxdur. Pəncərədən çölə baxıram. Qar yağır. Dünəndən bəri buranı sel su götürüb. Yağış o qədər çox yağdı ki, elə bil ki, heç dayanmayacaqdı. Əslində dünən biraz bəzən belə təbiət hadisələri olanda içimdə bir qəribə həyəcan olur. Bunu bilmirəm sənə demişdim yoxsa yox. Nə bilim ildırımdır, göy gürültüsü, bərk yağış, külək. Bunların hamısını çox sevirəm əslində. Məsələn, göy gürültüsündən adətən insanlar qorxur. Mənim içimə belə qəribə bir həyəcan yayılır. Göy gürüldüyanda, bərk ildırım çaxanda, hətta zəlzələdə belə bir qəribə bir həyəcan hiss eləyirəm, amma onda biraz qorxu da olur içimdəki. Allahım, birdən insanların evləri dağılar necəsə. Öz evimizlə bağlı heç vaxt elə bir şübhəm olmur. Çünki həqiqətən də belə bir şey var ki, inanclar deyəsən bizə uşaqlığımızdan yüklənir. Yadımdadır ki, biz uşaq olanda bu Türkiyədəki zəlzələ olmuşdu. Mən onda atamdan soruşmuşdum ki, ata zəlzələ olsa bəs bizim evə nəsə olar? Atam da o qədər əmin formada mənə dedi ki, qızım, bu evi mən o qədər möhkəm tikmişəm ki, yəni Allah istəməsə bu ev yıxılmaz, belə bir şey demişdi, dağılmaz. Yəni zəlzələdən qorxma, bizim evə heç nə olmaz. Ona görə də məsələn mən Masallıda yaşayıram da, burada güclü zəlzələlər də olub. İndi belə dəqiq bilmədiyim, yəni tarix verə bilmirəm sənə, amma məsələn heç vaxt qorxmamışam. Evdəkilərdən də heç biri ay aşağı qaçaq, nə bilim nə edək, belə bir şey eləməmişik. Çox sakit qarşılamışıq. Həqiqətən də elə bilsən ki, o inancı atam elə əkib elə bilsən içimizə doğrudan bir toxum kimi. Düzdür, yəni bunu şey kimi qəbul eləməm, məsləhət, nəsihət kimi. Və bu dediklərimi də çox ciddiyə almam. Ümumiyyətlə, yəni izah üçün deyirəm. Nəysə, çox yenə qarışdırdım, uzatdım, amma dünən yağış yağanda, məsələn, deyirəm də, həmişə belə hadisələr olanda fikirləşirəm ki, dünən baxdım yağışa və dedim ki, bir gündür yağır. Məsələn, elə öz həyətimizdən götürsəm, baxıram ki, neçə dənə yerdə çox böyük belə gölməçələr dayanıb və baxdım, okey də bu yağış, məsələn, bir həftə davam eləsə, 10 gün davam eləsə, oldu da, yəni planetin işində bilmək olmaz ki, təbiətdir bu. Təbiətin qabağında nə dayanar ki? Fikirləşdim, bu yağış dayanmasa, demək ki, əməlli başlı sel basar hər tərəfi də. Yəni, çox asandır əslində bir təbii fəlakətin baş verməsi ya da hər şeyin birdən-birə dağılması. Misal üçün, necə ki, bu Covid oldu və bütün dünya çaşbaş qaldı. Yəni, elə bir virus gözləməzdik ki, bizim başımıza gələ bilər də belə bir hadisə. Kinolarda gördüyümüz o zombi istilası və s. kimi belə uzaq bir şey gəlirdi. Düzdür, indi heç mənə zombi istilası da o qədər uzaq gəlmir, amma nəysə. Və hər şey iflic oldu. Yəni, ola bilər də bir anda yağış başlayar və dayanmaz. Ya da ki, birdən-birə yağış dayanar və yağmaz. Və insan belə anlarda təbiət qarşısında nə qədər aciz olduğunu xatırlayır və xatırlamalıdır belə baxanda. Yəni, hər şey bir anda dəyişə bilər hissi gəldi mənə dünən. Bunu niyə dedim bilmirəm. Nəysə bağlayacaqdım, amma yadımdan çıxdı. Nəysə, indi bugün qara çevirdi. Və şey oldu, indi pəncərədən baxırdım, özüm üçün kofe hazırladım ki, normalda əslində mən kofe demək olar ki, heç içmirəm, sevmirəm də. Amma bəzən olur ya, adamın ürəyi istəyir, nəsə elə bir şeydir. Keçdim pəncərənin ağzına və qar kofe romantikası eləmək niyyətimdə yox idi. Təsadüfən belə alındı. Nəysə, istədim götürüm qarın videosunu çəkim, paylaşım. Sonra fikirləşdim ki, bu kimin vecinədir ki, kimə nə maraqlıdır. Qar belə baxanda indi hər yerdə yağır demək olar ki. Heç belə baxanda özümə də maraqlı deyil ki, onu çəkim, paylaşım. Sadəcə refleks olaraq elə bilsən ki, adam bunu eləmək istəyir. Düzdür, mən heç vaxt belə də onu çəkim, story atım, bunu nə bilim, neyiniyim, bunların marağında olmamışam. Öz Instagram hesabımda ən son nə bilim, post paylaşmağım nə vaxt olub yadıma gəlmir. Keçən il martdaydı, nə idi belə bir şey idi deyəsən. Onu da nədən yadımda saxlamışam. Həyətimizdə ağac var idi, onu qardaşımla ikimiz zor güc çıxartdıq. O ağaca görə yadımda qalıb. Yoxsa belə yadımda qalmazdı.
Sadəcə bu cızmaqaradakı gözlədiyim aktivliyi əldə edə bilmirdim. Ondan sonra artıq başlamışdım tez-tez story atmağa ki, qayda budursa, okey, biz də oyunu qaydalarına görə oynayaq və s. Sonra bu məndə biraz vərdiş halını aldı. Düzdür, artıq cızmaqaradan da yavaş-yavaş deyəsən əlimi çəkmək üzrəyəm. Neçə vaxt əslində düşünürəm, ölçüb biçirəm ki, görəsən nəsə olacaq, olmayacaq və hər dəfə bir formada geri qayıdıram ki, yox da, yəni bura mənim doğma yerimdir, oyun meydançamdır, oranı eləcə qoyub gedə bilmərəm. Mənim üçün başqa bir şey var, əhəmiyyəti və mənası var. Amma necəsə bir tərəfdən də düşünürəm ki, birdən gün gələr ki, ümumiyyətlə cızmaqaraya olan münasibətim tamamilə dəyişər. Ondan qorxuram. Çünki dediyim kimi də nəticə ala bilmirəm və s. Bəlkə tamamilə dayandırdım. Əmin ola bilmirəm, düzdür. Yəni məntiqim deyir ki, dayanmalısan artıq. Sadəcə hiss olaraq davam eləmək gəlir içimdən. Belə bir şeylər. Və biraz da şeyəm əslində. Depressiv hiss eləmirəm, amma yəni depressivlik, kədər, əsəb, qəzəb, nə bilim nə, belə bir hisslər yoxdur içimdə. Sadəcə səssizcə sanki şey kimi hiss eləyirəm, özümə o quş baxışı baxdığım anlardan biridirmi? Qara baxıram, yoxsa özümə baxıram. Bu fikirçilik, bu şey də deyil, nədir bu? Bu overthink saatı filan da deyil. Belə baxanda overthink bizim dilimizə niyə düşdü bilmirəm. Çünki başqa dillərdə bunun qarşılığı yoxdur. Bizdə var da, amma elə fikir eləmək budur da məncə. Biz fikir eləyirik həmin anda. Məsələn, cringe olmaq da bilmirəm niyə bizim dilimizə gəldi. Çünki başqa dillərdə yenə qarşılığı yoxdur. Amma bizdə cringe hiss eləmək biraz da şeydir də. Yəni məncə bunun yerinə ətim töküldüyünü işdə də istifadə eləyə bilirik. Çox yerindədir ki, kimisi hansısa bir hərəkətinə adamın əti tökülür. Və bu cringe olmaqdır əslində. Yəni biz, hətta sizə deyim ki, ətim töküldü, ət tökdüm. Bu cringe olmaqdan daha çox verir o hissin duyğusunu, o şeyin hissini daha doğrusu. Hissin duyğusu nədir belə baxanda? Nəysə. İndi içimdə fikirləşirdim ki, görəsən bu vəziyyəti. Məsələn, indi əlim hər şeydən soyuyub, nə edəcəyimi bilmirəm. Nə etmək istədiyimi bilmirəm əsas məsələ. Özümdə o qərarı qəbul eləyəcək gücü görmürəm və fikirləşdim ki, görəsən bunu Fəridənin süqutu olaraq düşünmək olar. Yəni tamamilə məğlub oldu Fəridə. Bəlkə elə budur məsələ və belə də davam eləyəcək ya da bəlkə daha pis olacaq. Görünür də heç nə olmayacaq, görünür də hər şey stabil görünəcək, amma bəlkə Fəridə içdən içə çökəcək. Yəni əsərin qəhrəmanının sonu bu formada olmalıydı. Əmin ola bilmirəm ondan da. Bir dəfə şey oxumuşdum, Gülsə Birselin bir kitabı vardı, yazısı da doğrusu. Nəsə o qəzetdə məqalələr yayımlayırdı deyəsən, sonra onları kitab halına salmışdı, yəni nə idisə. Orada evdə oturmaqla bağlı bir şey demişdi ki, ev insanı udur. Yavaş-yavaş sən evin içində olanda zaman sanki elastikləşir bir növ və sən də həmin o elastikliyə uyursan və zamanın içində bilmirəm, o suyun stəkan formasını aldığı kimi sən də içində olduğun vəziyyətin, evin və s. formasını alırsan və günü-gündən ləngiyirsən və nəticədə də yox olursan. Bu Woody Allen'ın da bir sözü vardı. Deyir, rahatlıq çox da yaxşı bir şey deyil. Çünki insan o rahatlığın, o yumşaqlığın içində yavaş-yavaş çürüyüb yoxa çıxır toxum kimi. Çünki toxumun da belə baxanda işıqlı dünyaya çıxmağı üçün müəyyən qədər stresə və narahatlığa ehtiyacı var axı. Yəni bütün canlılar üçün bu belədir əslində. Amma nə bilim, sanki biz bunu özümüz kontrol eləyə bilirik ya da özümüz seçə bilirik deyə, ya da bəlkə də onlar da seçirik. Sadəcə o seçimi eləyən toxumlar çürüyür, qalır torpağın altında və heç kimin xəbəri olmur, səssiz səmirsiz. Amma insanların çürüməyi çöldən başqaları tərəfindən də müşahidə oluna bilir.
Mənim vəziyyətimə çürümə demək olar ya yox bilmirəm. O qədər də məncə bu çox dram səslənər. Belə faciəvi bir vəziyyət yoxdur, amma bütün faciələr də hayküylü, ağlaşmalı olmur ki, belə baxanda. Bilmirəm. Başım yenə biraz şeydir. Bir tərəfdən fikirləşirəm ki, özümə baxanda düşünürəm ki, məsələn, deyək ki, bir serialın ya da kinonun qəhrəmanısan ya da bir kitabın və kimsə, mən baxıram həmin özümə kənardan, əgər bir kino deyərsən ki, tərpən də day, məsələn, əsərin qəhrəmanına ki, ürəyim çəkildi axı, elə də bunu, de də bunu ya da get də bura. Amma real həyatda biraz o cür baş vermir sanki, çünki birincisi bunu heç kim kənardan demir, ikincisi adam öz-özünü də görsə, bir formada vəziyyətin içində qalırsan və yavaş-yavaş susursan deyəsən özünə qarşı da. Nə bilim, belə. Başqa nə deyəcəm bilmirəm əslində. Çox da depressiv oldu. Bilmirəm, bu bölümü yəqin ki, bölüşməyəcəm səndən. Burada sağollaşsaq yaxşıdır.